Yerin xəyali oxu orbit müstəvisinə 60 dərəcə meyilli olarsa, biz bilirik ki, normal şəkildə yer orbit müstəvisinə 66,5 dərəcə meyillidir. 66,5 dərəcə meyillidir. İndi deyir ki, əgər 60 dərəcə, 66,5 dərəcə olanda tropiklər keçir 23,5-dən, qütb dairəsi keçir 66,5-dən. İndi deyir ki, meyillik 60 dərəcə olarsa, tropiklər keçəcək 20, deməli, 90-dan çıxırıq 60-ı 30 dərəcədə, qütb dairələri keçəcək 60. Yəni biz qütb dairə və tropikləri tapmaq üçün bunun meyilliyinə baxırıq. Meyillik nə qədərdirsə, qütb dairəsi o qədərdir. Tropiklər isə 90-dan çıxırıq 60-ı, 90 çıxılsın 60 bərabərdir 30 dərəcə. Deməli, tropiklər keçir 30 dərəcəsindən, 30 dərəcədən. Tropik. Bunu bildik. Tropiklər 30 dərəcədən keçir. Deyir ki, coğrafi qütblərdə günəş şüalı maksimum düşmə bucağını tapır. Bu zaman, deməli, tropiklər 30-dan keçir. Tropiklər 30-sa maksimum deyir. Coğrafi qütblərə. Coğrafi qütblər, coğrafi enlik bərabərdir 90 dərəcə. Deyir maksimum. Deməli, günəşin zenitdə olduğu məntəqə, bunu götürsək şimal, burada günəşin zenitdə olduğu məntəqə olacaq 30. Çünki 60 dərəcə meyillidir. 30 şimal endarəsi. Maksimumdursa ikisi də eyni yarımküre olmalıdır. Tapaq düşmə bucağı bərabərdir 90 çıxılsın. Coğrafi enlik plus minus günəşin zenitdə olduğu məntəqə. Bərabər yerinə qoyaq hesab. 90 çıxılsın. Coğrafi enlik 90 şimal. Maksimum deyirsə çıxırıq. Çünki ikisi də 30 eyni yarımkürədir. 30 şimal dairəsi bərabərdir 90 çıxılsın 60 bərabərdir 30 dərəcə. B variantı. Hansı məntəqədə fəsillər aydın müşahidə edilir? Fəsillər ekvatora yaxın ərazilərdə bir fəsil, qütblərə yaxın ərazilərdə yenə bir fəsil, ekvator yanına biraz çox ekvatorial enliklərdə 2 fəsil müşahidə olunur. Əsasən 4 fəsil 35, 45, 50 enliklər arasında olur. Əsasən biz meridianlara baxırıq. 5 şimal endarəsi olmaz. 72 cənub endarəsi olmaz. Daha soyuqdur. Qalır 4, 5, 39 şimal, 48 cənub endarəsi. C variantı. Günəş 20 dərəcə şimal zenitdə olduqda 80 dərəcə altında hansı enliklərə düşər? Yazaq, verilənləri yazaq, hesablayaq. Deməli, günəş zenitdə olduqda, günəşin zenitdə olduğu məntəqə 20 şimal endarəsi. Bunu mütləq yazın. 80 dərəcə altında düşmə bucağı bərabərdir 80. Hansı enliklərə düşər? Gəlin hesablayaq. Düşmə bucağı bərabərdir 90 çıxılsın. Coğrafi enlik plus minus günəşin zenitdə olduğu məntəqə. İndi verilənə yazaq. 80 bərabərdir 90 çıxılsın. Coğrafi enlik bilmirik. Coğrafi enlik plus minus 20 şimal endarəsi. İndi nə deyir? Enliklər. Birinci buranı götürək. Coğrafi enlik plus minus 20 şimal endarəsi bərabərdir 90 çıxılsın 80 bərabərdir 10. Deməli, coğrafi enlik plus minus 20 şimal bərabərdir 10 dərəcə. İndi bir dəfə plus, bir dəfə minusla hesablayaq. Biz deməli 90 çıxılsın 80, 10. Plusla hesablasaq 10 şimal endarəsi. Birinci minusla hesablayaq. Coğrafi enlik minus 20 şimal bərabərdir 10. Coğrafi enlik bərabərdir 10 plus 20 bərabərdir 30. Burada minus olduğu üçün, bu şimal olduğu üçün, bu da olacaq 30 şimal endarəsi. Biri 30 şimal endarəsi. Sonra, indi o birisinə baxaq.
Plüslə hesablayaq. Plüslə hesablayanda coğrafi enlik plüs 20 şimalin dairəsi bərabərdir 10 dərəcə. Deməli 10 dərəcə. Biz burada 30 şimalin dairəsi. Bu doğrudur. Bir də 20 ilə 10 fərq 10 cənub en dairəsi. Nəyi düz eləmədik? 20 şimalin dairəsi 90 çıxılsın 80 10 30 şimalin dairəsi bir də 10 30 şimalin dairəsi bir də 10 şimalin dairəsi. Bu da doğrudur. Burada deməli 2 cənub en dairəsi ola bilməz. Çünki hər hansı hər hansı ədədin üstünə 20 gəldi, 10 ola bilməz. Ona görə bunu toplama ilə yox, yenə çıxma ilə də eləyirik. Çıxma ilə eləyəndə cənub en dairəsi çıxılsın 20 şimal en dairəsi bərabərdir 10. Burada da yerlərini dəyişəndə də yaza bilərik. Məsələn, deyək 20 şimal en dairəsi çıxılsın cənub en dairəsi bərabərdir 10. Cənub en dairəsi bərabərdir 10 dərəcə şimal enliyi. Yəni bu da deməli 2 məntəqə 30 şimal en dairəsi bir də 10 şimal en dairəsi. Növbəti 23 sentyabrda günorta vaxtı şüaların 90 dərəcə 60 dərəcə uzaqlığında düşdüyü məntəqədə ekvatora qədər məsafə. Birinci elə ki, düşdüyü məntəqəni tapaq. 23 sentyabr və 21 mart. Bu zaman düşmə bucağını belə tapır. Bərabər bu 90 çıxılsın coğrafi, daha doğrusu coğrafi enlik. Vəssalam. Çünki burada günəşin zenitdə olduğu məntəqə 0 dərəcədir. Yəni ekvator üzərindədir. Ekvator üzərində zenitdədir. 23 sentyabr deyən kimi günəş ekvatorun zenitdədir. Bu da 0-dan görə bu düsturdan istifadə edirik. 60 dərəcə uzaqlığında. Deməli 60 bərabər 90 çıxılsın coğrafi enlik. Coğrafi enlik də bərabər 90 çıxılsın 60. Coğrafi enlik bərabərdir 30 dərəcə. İndi 30 dərəcə 21 mart 23 sentyabr günəş ekvatoru zenitdə olduğu üçün günəş şüalar bərabər paylanır. Yəni 30 şimal en dairəsinə də 30 cənub en dairəsinə eyni bucaq altına düşür. İndi bunlar arasında düşdüyü məntəqədən ekvator, bura qədər məsafəni soruşur. Deməli, tərasimizi quraq. Deməli, nə ilə gedir? Meridianla gedir. 1 dərəcə meridian qoyur 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəyə baxaq. Gedilən dərəcə bərabərdir. Biri 30-dur, biri 0-dır. Bərabərdir 30 dərəcə. Yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr, 30 dərəcə həqiqi məsafə. Buradan da biz həqiqi məsafəni tapsaq, həqiqi məsafə bərabərdir 30 vurulsun 111 da bərabərdir 3330 kilometr. Cavab C variantı. Bizə növbətiyə. Yay gün dönümü deyən kimi, yəni biz deməli, yay gün dönümü deyən kimi biz 22 iyun. 22 iyun deyən kimi günəşin zenitdə olduğu məntəqə 23,5 şimal en dairəsi. Bunu yazırıq. Günorta vaxtı 45 cənub enliyinə günəşin düşmə bucağını tapır. Coğrafi enlik bərabərdir 45 cənub enliyi. Düşmə bucağı bərabərdir 90 çıxılsın. Coğrafi enlik plus minus günəşin zenitdə olduğu məntəqə. Yerinə qoyaq yazaq. Düşmə bucağı bərabər 90 çıxılsın. Coğrafi enlik 45 cənub en dairəsi. 23,5 günəşin zenitdə şimal en dairəsi. Fərqli olduğu üçün toplayırıq. Bərabər 90 çıxılsın. 45-in 48,5 daha doğrusu 68,5 da bərabərdir 21,5 A variantı. Günəş 5 dərəcə cənub enliyinin zenitdə olduqda
Bakıya günorta vaxt günəş şüaları düşmən bucağını tapın. Bölün nə yazaq? Deməli, günəş 5-də cənub elinin zenitdə olduqda, yəni günəşin zenitdə olduğu məntəqə 5 cənub elini. Bakı şəhərinə Bakı 40 şimal idarəsi. Düşmə bucağı bərabərdir 90 çıxılsın coğrafi enlik plus minus günəşin zenitdə olduğu məntəqə. Bu da bərabər 90 çıxılsın coğrafi enlik 40 şimal idarəsi. Günəşin zenitdə olduğu 5 cənub idarəsi. Fərqli olduğunu toplayırıq. Bərabər 90 çıxılsın 45. O da bərabər 45 dərəcə. D variantı. Xəritə sıxanı verilmiş məntəqədə hansılar gecə gündüz uzunluğu il ərzində daha az dəyişir? Gecə gündüz uzunluqları qütbə doğru getdikcə daha çox dəyişir. Burada isə daha az ekvator xəttinin kəsdiyi 3-cü məntəqədir. C variantı. Yaz gecə gündüzü bərabər günündə günorta vaxt günəş 50 dərəcə uzaq düşdüyü. Yaz gecə gündüzü bərabərliyi deyən kimi nə yazırıq? 21 mart. 21 martda günəşin zenitdə olduğu məntəqə ekvator. Ekvatordursa, deməli günəş şüaları necə paylanır? Bərabər paylanır. Həm gecə gündüz bərabər, həm də günəş şüaları bərabər paylanır. Deməli, bunun düsturu da belə idi. Düşmə bucağı bərabərdir 90 çıxılsın coğrafi enlik. Düşmə bucağı bərabər 90 çıxılsın deməli düşmə bucağını verib. Deməli, bir dəqiqə onu yazmadıq. Düşmə bucağı. Düşmə bucağı nə qədər? 50 dərəcə. 50 dərəcə bərabərdir 90 çıxılsın coğrafi enlik. Buradan da coğrafi enlik bərabərdir 40 dərəcə. Günəş şüaları bərabər paylandığı üçün həm 40 şimal, həm də 40 cənub endarəsində günəş şüaları bərabər düşəcək. Yəni 50 dərəcə bucaqlığına düşəcək. İndi deyirik ki, düşdüyü şimal-cənub enlikləri bunlar. Enliklər arasında məsafə xəritədə 20 sm-dir. Miqyas tapın. Miqyasla bağlı 1 sm-də miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Buradan verilib, xəritə məsafə verilib 20 sm. Biz həqiqi məsafəni tapmalıyıq. Bunlar arasında 40 şimal, 40 cənub həqiqi məsafəni tapmaq üçün deməli, bunlar meridiandan gedir. 1 dərəcəlik 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan da gedilən dərəcəni tapsaq, gedilən dərəcə bərabərdir 40 şimal, 40 cənub. Fərqli olduğu üçün toplayırıq. O da bərabərdir 80 dərəcə. Yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr, 80 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabərdir 80 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 8880 kilometr. Gətirək qoyaq yerinə yazaq. 1 sm-də miqyas soruşur. 20 sm həqiqi məsafə 8880. Buradan da deməli miqyas vurulsun 20 bərabər 8880. Miqyas bərabərdir deməli 8880 bölünsün 20. 20 bərabərdir 444. Buradan da miqyas bərabərdir 444 vurulsun 100 min. Çünki kilometr hesablanmışdır. 1 kilometr 100 min santimetrdir. Bərabər 1 bölünsün 4, 4, 1, 2, 3, 4, 5, 3, 4, 44 milyon 400 min. A variantı.